Məsələ ondadır ki, bax, uzun müddət Fars körfəzinin ərəb ölkələrinin təhlükəsizlik çətin rolunda Səudiyyə Ərəbistanı iştirak edir, çıxış edir. Səudiyyə Ərəbistanı. Amma sonra onu Birləşmiş Ştatlar əvəz etdi. Onun da obyektiv səbəbləri var idi. Bu başqa bir mövzudur artıq. Birləşmiş Ştatlar hansı dövrü deyirsiniz İlham müəllim? Mən deyirəm ki, yəni bu hardasa 60-cı, 70-ci illər. Orada bütün ölkələri ingilislər qurdular. Yox, İngilizlər də ingilislər Səudiyyə Ərəbistanı qurdular. Amma Səudiyyə Ərəbistanı çətin funksiyasını həyata keçirir. Onda nəyi var idi Səudiyyənin? Səudiyyə Ərəbistanı oranın ən böyük, deməli, ərazicə böyükdür. Amma silahı var idi mi? Yox idi, modernləşdirildi. Yox, sən böyük bir qardaş rolunda iştirak edirdi və Səudiyyə Ərəbistanı tamamilə fərqli bir status verir. Əmirliklər bir-birinə qohum idilər. O başqa məsələ. Bugün də qohumdular. Səudiyyə Ərəbistanı orada söz sahibi idi. Bu bəlli həqiqətdir, bu tarixi fakt. Mən başqa şey danışmaq istəyirəm. Yaxşı, Elman, üzrdən bir dəqiqləşdirmə, mənim özüm üçün lazımdır. Əgər bu tarixi faktdırsa, söz sahibidirsə, bax, bu 60-cı illərdə hansı sözünü keçirə bilib Səudiyyə orada? Yəni, Səudiyyə Ərəbistanın potensialı, imkanı... Yox, o başqa idi, potensialı var, amma elə dövlətlər var ki, çox var, heç bir sözü keçmir. Amma bu Küveyt işğal olunanda İraq tərəfindən Səddam Hüseyndə heç nə eləmədilər. Heç nə, yox, elə mən dedim ki, mövzunu bu istiqamətə çox yükləmək istəmirəm. Yox, mən onu bilmək istəyirəm, bircə kəlmə. Amma da söz kağıdını çəkdi, bəli, 1990-cı ildə İraq Küveyti işğal etdikdən sonra Səhrada fırtına əməliyyatı oldu ya. Onda Səudiyyə Ərəbistanının ki, çətir, Səudiyyə Ərəbistan böyükdür, böyük qardaşdır, bizə köməkli ilə bilər məsələsi gündəmdən çıxdı və məhz həmin vaxtdan etibarən Birləşmiş Ştatların Fars körfəzi regionunda mövqelər kifayət qədər gücləndi. Hərbi bazalar ondan öncə yarandı. Yox, gücləndi. Son dərəcə gücləndi. Səudiyyənin özündə Amerikanın hərbi bazaları 70-ci, 60-cı, 70-ci illərdə yarandı. Bilirəm, söhbət edirəm, ondan sonra inan, Birləşmiş Ştatlar... İnan məsələsi, pragmatizmdən gedir söhbət. Başqa bir şeydir. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Biraz o dövrü, yaxın şərqi yaxşı bilmədiyim üçün. Yəni, siz indi bir baxarsınız... Çünki İsrail məsələsində də mən Səudiyyənin nə... Səudiyyə Ərəbistanı... Hətta 6 günlük müharibə oldu. Əsas orada bilinməli, 60-cı illər. Ərəb dövlətləri içərisində, bax, bu 6 dövlətin içərisində əsas söz sahibi, ən böyük potensial olan Səudiyyə Ərəbistanı potensial olaraq potensial həm də qəbul edilir. Bir anlıq təsəvvür eləmək istəyirəm. İraq ona qulaq asırdımı? İraq qulaq asırdımı onda Səudiyyə? Sayırdı mı Səudiyyəni? Orada bilirsiniz vəziyyət necədir? Yəni hətta İran-İraq müharibəsi 80-80-80-ci illər müharibəsi yox idi. Həmin müddətin özündə də Səudiyyə Ərəbistanının bu məsələlərdəki mövqeyi Fars körfəzinin sanki bu əsas söz sahibidir. Amma orada da onun sözü keçmədi və mövqeləri ilə də güclü olmadı. 6 günlük müharibədə keçmədi. İran-İraqda keçmədi. Bircə dənə petrodollar məsələsində keçdi. Məsələ burasında ki, Səudiyyə Ərəbistanı heç vaxt mövqedə ortaya qoyur. Yox, Səudiyyə Ərəbistanı bu dövlətlərin içərisində ən güclüsü olduğundan və onda bu düşüncə ilə də yaşayırdı, bu potensialla da yaşayırdı ki, söz sahibi məhz odur. Mənəvi olaraq da haqlısınız. Bəli, orada Məkkə, Mədinə, bu müqəddəs yerlər mənəvi olaraq, amma reallıq tamam fərqlidir. Sizin amma Azıxan müəllimin bəli, hansı məqama toxunmaq üçün? Əsas məqam onunla bağlıdır ki, Birləşmiş Ştatların da İranda siyasi hakimiyyət devrimi niyyəti yoxdur. Artıq bunu imtina edib. Onun maksimum planı var idi, minimum planı var idi. Maksimum plan hakimiyyət devirməkdir. Bu rejim olmasın, molla rejimi. İndi daha maksimumuna niyyəti yox. İndiki hakimiyyət var İranda kimlər, ikinci, üçüncü nəsil, amma mollokratiyada onlarla danışığa gedib öz şərtlərini müəyyən mənada qəbul etdirməkdir. Və burada əsas mənim tezisim nədir? Birləşmiş Ştatlar fərqindədir ki, o Fars körfəzi ölkələrini lazımi səviyyədə qoruya bilmədi. Bəli. Ancaq eyni zamanda Birləşmiş Ştatlar onun da fərqindədir ki, qoy dünya bilsin, Fars körfəzi ölkələri bilsin ki, mən 1,5 trilyon dollar vəsait gələn layihəcəyəm. Bu vəsaitin özü o deməkdir ki, səni qoruya bilən olsa, sənin təhlükəsini təmin edə bilən olsa, yenə də o Birləşmiş Ştatlar ola bilər. Siz Türkiyəni deyirsiniz, Türkiyə qardaş dövlət. Biz Türkiyənin bax bu məsələlərdə həll edici mövqe olmasında, regionda söz sahibi olmasında maraqlı, bizim istəyimizdir. İstək bir şeydir, reallı başqa şeydir. Reallıqda ola bilməyəcək. Türkiyənin bir il bundan qabaq 1 trilyon 323 milyard dolları müdaxilə məhsulu var idi.
Birləşmiş Ştatlar bu 20 trilyondur və onu da ötüb keçir. Türkiyənin 40-45-50 ən yaxşı halda hərbi büdcəsi milyard dollar. Birləşmiş Ştatlarda 901 idi, indi 1,5 trilyona qaldırmaq istəyirlər. Yəni regionda ölkələrinin təhlükəsizliyini təmin etmək baxımından heç kimin potensialı Birləşmiş Ştatlar qədər deyil. Aydındır. Və nəhayət bütün bax indi siz hansı güc mərkəzləri ortaya çıxacaq ki, Fars körfəzi ölkələri ona üst tutsun. Təkcə Fars, yaxın şərq. Yaxın şərq bizi qorur. Bütün dünyada 200-ə yaxın ki dövlət var, onun 193-ü BMT Baş Məclisinin üzvləridir. Bunların hamısının birlikdə hərbi büdcəsi 2 trilyonu biraz ötüb keçir. Azmaz ötüb keçir. Birləşmiş Ştatlar tək birində 1,5 trilyon. Sizcə bu vəziyyətdə... O da qoruyanmır. Yox, qoruya bilmir, bu başqa reallık oldu. Natiq müəllim dediyi odur ki, artıq siz bu dəqiqə fragmental Birləşmiş Ştatları əvəz edə biləcək bir qüvvəni gətir qoyurlar. Analiz elədik də. Yox, gətir qoyurlar, o yoxdur. Yoxdur, o regionlar öz başlarına balaca bir ittifaqlar qurmaq istəyirlər. Biz onu müzakirə edirik. O balaca ittifaqlar var. Balaca ittifaqlar bu təhlükələrin qarşısını almaq iqtidarında deyil. Yox, ağsaqqal Amerika ola bilər. Onlarla məsləhətləşib bir yerdə işləyə bilərlər, amma fragmental güc mərkəzləri yaranacaq. Birləşmiş Ştatlar nə qədər indi mənim dediyim paradoksal səslənsə də həmişə maraqlı olacaq ki, hərbi bazaların yerləşdiyi yaxın şərq regionu üçün İrandan təhlükə olsun.